Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Amma ba'du. Möhtərəm dinləyici və izləyici, Allah Taala sənə bərəkət versin, səni xeyrə müvəffəq eləsin. Rəbbimizə həmd olsun, Rəbbimizə şükürlər olsun ki, hər keçən gündə batil əhli olan mümeyyiləri ifşa edir. Onların alimlərə, sələfi alimlərə olan kin küdürətini açır, tökür. Əvvəllər elm əhli deyirdi ki, bax, mümeyyilər gizlində sələfi şeyxləri görəsi gözləri yoxdur. Ola bilsin ki, əllərində səsli yazılar yox idi, görüntülü yazılar yox idi, sübutlar yox idi. Ancaq etibarlı şahidlər əsasında idi və ya özlərinin görülməsi əsasında idi, birbaşa özləri görürdülər. Amma cəmaata sübutlar yox idisə də Allah Taala mümeyyiləri öz əməlləri ilə ifşa edir. Artıq özlərini sübut edirlər ki, bax, biz həqiqətən də qəlbimizdə kin-küdürət var sələfi şeyxlərə. Yadınızdadırsa, mümeyyilər Abdullah Buxari, Şeyx Abdullah Buxari, Şeyx Ubeyd el-Cəbiri və digər şeyxlər haqqında onlar bizim şeyxlərimizdir, biz onlara hörmət eləyirik, lakin hansı məsələdə olan rəylərini götürmürük, falan deyirdilər. Lakin bugün, bax, bu yaxınlarda bir neçə dəqiqə əvvəl ifşa olundular. Və yaxud bir saatdan çox əvvəl ifşa olundular. Şeyx Abdullah Buxari olan kin-küdürətləri. Bax, bu da həmin videodur. Fitnəkar Quran Sünnə İcma kanalı, hansı ki biz dua edirik ki, Allah Taala ölkəmizin müsəlmanlarını və digərlərini bu kanalın fitnəsindən qorusun. Və onların ifşası, mümeyyilərin ifşaları. Yazıblar ki, Doktor Abdullah Buxari Şeyx Muqbili xavariclikdə ittiham etməsi. Doktor Abdullah Buxarinin Şeyx Muqbili xavariclikdə ittiham etməsi. Videoya girməmişdən qabaq bunların Şeyx Abdullah Buxarini necə vəsf eləmələrinə baxın. Doktor Abdullah Buxari yazıblar. Yəni şeyx sözünü də yazmayıblar. Bax, budur. Bu birinci tam belə açıq-aşkar olmasa da ki, tam açıq-aşkar ifşa olmasa da, lakin əlamətdir ki, bunlar sələfi şeyxləri görəsi gözləri yoxdur. Lakin əgər desələr ki, siz də bizim şeyxlərimizə doktor deyirsiniz, cavabımız odur ki, biz o şeyxləri onsuz da cəmaat arasında da biz bəyan eləmişdik ki, biz onları, yəni sələfi şeyxlər kimi saymırıq, onlardan elm götürmürük, yəni biz gizlətmirdik. Lakin siz isə mümeyyilər gizlədirdiniz, deyirdiniz ki, Abdullah Buxari şeyxdir, alimdir, bizim şeyximizdir, həmçinin Ubeyd el-Cəbiri imamdır, əlləmədir deyirdiniz. Sizin yazmağınız sizin üçün ifşa sayılır. Lakin bizim kiməsə doktor deməyimiz ifşa sayılmır. Xüsusən də o vaxt ki, əgər biz o adamı onsuz da hamı bilirdi ki, özümüz də həmişə demişik ki, o adamı biz mötəbər elm əhli saymamışıq. Bu birinci ifşa. Keçək indi videonun özünə. Belə bir söz yazırlar mümeyyilər. Həmin videoda yazırlar ki, bu videoda siz milli həddadilərin alimlərə dil uzatmaq mənhəcini kimdən öyrəndiklərini görəcəksiniz. Subhanallah. Rəbbimizə həmd olsun ki, Allah Taala bunları ifşa elədi. Yadımıza gəlirsə, Şeyx Rabi Mədxəli haqqında ifşalarını biz sizə təqdim eləmişdik Allahın müvəffəqiyyəti ilə. Şeyx Rabiyə bədduanı nəşr eləmişlər. Şeyx Rabiyə bədduanı yaymışlar cəmaat arasında. İndi isə növbətli ifşa Abdullah Buxari olan nifrətləridir. Deyir ki, milli həddadilərin alimlərə dil uzatmaq mənhəcini kimdən öyrəndiklərini görəcəksiniz. Yəni Abdullah Buxaridən öyrənirlər. Videosundan belə çıxır. Çünki bu sözdən sonra Şeyx Abdullah Buxarinin Şeyx Muqbil haqqında dediyi sözləri təqdim edirlər. Bax, budur. Deməli, belə çıxır ki, ölkəmizin milli həddadiləri alimlərə dil uzatmaq mənhəcini Şeyx Abdullah Buxaridən öyrənirlər. Bax, biz möhtərəm dinləyici, möhtərəm izləyici, bax, biz bunu deyirdik. Biz deyirdik ki, mümeyyilər sizi aldadırlar. Onlar çıxıb ictimai formada deyirlər ki, Abdullah Buxari şeyximizdir, Ubeyd el-Cəbiri şeyximizdir, sələf şeyxlərdir. Lakin ölkəmizdəki həddadilərin əməllərini o şeyxlər hətta bilsələr, onları qovarlar. Lakin biz deyirdik ki, mümeyyilər sizi aldadırlar. Onlar Şeyx Abdullah Buxarini görməyə gözləri yoxdur. Şeyx Ubeyd el-Cəbiri, Şeyx Muhammed ibn Hədi, Şeyx Rabi Mədxəli, onları görməyə gözləri yoxdur. Sadəcə çəkinirdilər. Lakin indi Allah Taala onları ifşa elədi. Deyir ki, həddadilərin alimlərə dil uzatmaq mənhəcini kimdən öyrəndiklərini görəcəksiniz və sonra Şeyx Abdullah Buxarini qoyurlar.
ifşa olundular. Və sonra isə Şeyx Abdulbuxarinin Şeyx Muqbil haqqında sözlərini qoyublar. O məsələ də aydın məsələdir. Şeyx Muqbil bəzi elə vaxtlar olub ki, bəzi məsələlərdə xətası olub. Sonra sələfi imamlar, böyük şeyxlər ona nəsihət yazıblar. Sonra Şeyx Muqbil dönüb o nəsihətindən, o xətasından dönüb, hətta təşəkkür edib alimlərə və bu məsələdən söhbət eləyir. Lakin bunlar adi bir məsələ. Kimsə hansı alim xəta eləyir, kimsə onu deyir ki, falan kəs xəta eləyib, sonra o adam dönür, adi bir məsələni götürüb milli həddadilərin alimlərə dil uzatmaq mənhəcini kimdən öyrəniblər, kimi təqdim eləyirlər. Yəni Abdullah Buxari güya bizim tələbələrə öyrədib ki, alimlərə dil uzatmaq lazımdır. İfşa olundunuz müməyyilər. Allaha həmd olsun və bundan sonra da ifşa olunacaqsınız, çünki elm əhli buyurur ki, sələfi kimi görünüb sələflərin arasına soxulan elə bir şəxs yoxdur ki, Allah onları ifşa eləməsin. Şeyx Rabi Mədxəliyə bəddua yaydılar. İndi isə Şeyx Abdullah Buxari haqqında bu cür çox alçaq bir ifadə işlətdilər. Allah həmd olsun. Bu qədər möhtərəm izləyici, Allah təala sənə bərəkət versin və Allaha həmd olsun ki, bizi müvəffəq elədi. Mümeyyilərin növbəti bir xətası, növbəti bir yalanları və hilələri ifşa olundu. Allah bizi sabit eləsin, xeyirlərə müvəffəq eləsin, günahlarımızı bağışlasın və özünün razı qaldığı əməllərə müvəffəq eləsin, ya Rab. Ölkəmizdəki və dünyadakı sələfi dəvətinə, tövhid dəvətinə, sünnə dəvətinə bərəkət versin. Ölkəmizdəki və dünyadakı sələfi elm əhlini qorusun. Onların elmi ilə müsəlmanları faydalandırsın. Velhamdülillahi Rabbil alemin.